Bayramınız mübarek olsun, ay güzel insan, ay değerli kardeş. Novruz bayramı münasibətilə səni, ailəni, qohumlarını, o gözəl balalarını, ən əsası da o gözəl elini, obanı, millətimizi, Azərbaycan xalqını təbrik edirəm. Allah'tan arzum budur ki, Novruzun gəlişi hər bir ocağa düşərli olsun, rozili, bərəkətli, bol çörəkli və həyatda ən müqəddəs varlıq olan o can sağlığını sənə və bütün insanların hər birinə arzulayıram. Bu baharda, bu Novruz günündə sıxıntısı, müşkülü olanlara Allah'tan səbr diləyirəm. Gəlib yurdumuza Novruz bayramı, adətdir küsənlər barışar bugün, qalayın ocağı yandırın şamı, həsrətli könüllər qovuşur bugün. Təbiət dəyişib öz simasını, saz üstə dinləyək el havasını, təzə gəlinlər də toy libasını geyib şənliklərə qoşulur bugün. Bir körpə təzəcə gəlib dünyaya, az qalır yerindən qalxıb oynaya, əməkçi insanlar çıxıb tarlaya, bərəkət uğrunda yarışır bugün. Nəzər salı keçmişə, oyat yaddaşın, bölünüb torpağın, bölünüb daşın, o taydan bu taya bacı qardaşın, səsləyib əhvalın soruşur bugün, səsləyib əhvalın soruşur bugün. Bir daha bayramınız mübarək olsun. Hörmətlə Abbas Yanar Səbirli. Təşəkkürlər.